Salam əziz müəllimlər və şagirdlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Repetitor Hazırlıq Mərkəzinin tarix və coğrafiya müəllimi Azər Qurbanov. Bugündən kanalımızda tarix fənnindən dərs sahələri yerləşdirəcəm. Hər bir mövzunun ilk öncə nəzəriyyə izahını, ardından isə həmin mövzuya aid test sahələri yerləşdirəcəm. Bugünkü mövzumuz həm Azərbaycan tarixinin, həm də dünya tarixinin ilk mövzusu olan ibtidai icma quruluşudur. Başlayaq dərsimizə. Deməli, ibtidai icma quruluşu ilk insanın yaşadığı ilk cəmiyyətdir. İbtidai icma quruluşu 3 dövrə ayrılır. Qeyd edək. Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. Niyə belə adlandırılır? Həmin dövrdə istifadə olunan əmək alətlərinə görə adlandırılır. Yəni, bu dövrdə əmək alətləri daşdan hazırlandığı üçün bu dövrə deyirik daş dövrü. Bu dövrdə əmək alətləri tuncdan hazırlandığı üçün bu dövrə deyilir tunc dövrü və eynən dəmir dövrü. Daş dövrü 3 dövrə ayrılır. Paleolit, mezolit, neolit. Və bir də daş dövrünün sonunda tunca keçid dövrü, bir dövr qeyd olunur, eneolit dövrü. Eneolit dövrü daşdan tunca keçid dövrüdür. Deməli, paleolit dövrü nədir? Paleolit dövrü adlanır qədim daş dövrü. Mezolit dövrü adlanır orta daş dövrü. Neolit yeni daş dövrü. Eneolit isə mis daş dövrü. İndi gəlin əhatə etdiyim minilliklərə baxaq. Paleolit dövrü ilk insan tipinin yaranmasından başlayır, eradan əvvəl 12-ci minilliyə qədər davam edir. Mezolit dövrü eradan əvvəl 12-ci minillikdən başlayır, eradan əvvəl 8-ci minilliyə qədər davam edir. Neolit dövrü eradan əvvəl 8-ci minillikdən başlayır, 6-cı minilliyə qədər davam edir. Eneolit dövrü eradan əvvəl 6-cı, 4-cü minillikləri əhatə edir. Paleolit dövrü 3 dövrə ayrılır. Alt paleolit, orta paleolit və üst paleolit. Baxaq indi əhatə etdiyi minilliklərə. Alt paleolit dövrü ilk insan tipinin yaranmasından başlayır 100 mini bundan əvvələ qədər. Orta paleolit dövrü 100 mini bundan əvvəldən başlayır eramızdan 35 min il əvvələ qədər. Üst paleolit dövrü isə eradan əvvəl 35-ci minillikdən başlayır, eradan əvvəl 12-ci minilliyə qədər davam edir. Yəni, eradan əvvəl 12-ci minillikdə artıq paleolit dövrü sona yetir və yeni bir dövr, mezolit dövrü başlayır. Bu, daş dövrünün dövrləri və əhatə etdiyi minilliklər oldu. İndi keçək tunc dövrünə. Tunc dövrü də 3 dövrə ayrılır. Erkən tunc dövrü, orta tunc dövrü və son tunc dövrü. Gəlin də əhatə etdiyim minilliklərə baxaq. Erkən tunc dövrü eradan əvvəl 4-cü minilliyin 2-ci yarısından başlayır. Eradan əvvəl 3-cü minilliyin sonlarına qədər davam edir. Orta tunc dövrü eradan əvvəl 3-cü minilliyin sonlarından başlayır. Eradan əvvəl 2-ci minilliyin ortalarına qədər davam edir. Son tunc dövrü isə eradan əvvəl 14-cü əsrdən başlayır, eradan əvvəl 7-ci əsrə qədər davam edir. Dəmir dövründə isə yalnız bir dövrü öyrənəcək. Erkən dəmir dövrü. Erkən dəmir dövrü eradan əvvəl 2-ci minilliyin axırlarından başlayır, eradan əvvəl 1-ci minilliyin əvvəllərinə qədər davam edir. Və burada son tunc dövrü ilə erkən dəmir dövrünü birgə öyrənəcək. Deməli, son tunc
və erkən dəmir dövrü. Bu dövrləri bircə öyrənəcəyik. Deməli, bir də nəzərdən keçirək. İbtidai icma quruluşu 3 dövrə ayrıldı. Daş dövrü, tunç dövrü və dəmir dövrü. Daş dövrü bölündü. Paleolit, mezolit, neolit və eneolit dövrü. Və eneolit dövrdə qeyd etdik ki, daşdan tunca keçid dövrüdür. Paleolit dövrü ilk insan tipinin yaranmasından başladı. Eradan əvvəl 12-ci minilliyə qədər. Mezolit dövrü eradan əvvəl 12-ci minillikdən 8-ci minilliyə qədər. Yəni eradan əvvəl 8-ci minilliyə qədər. Neolit dövrü eradan əvvəl 8-ci minillikdən 6-cı minilliyə. Eneolit isə eradan əvvəl 6-4-cü minillikləri əhatə etdi. Paleolit dövrü 3 dövrə ayrıldı. Alt, orta, üst paleolit. Alt paleolit ilk insan tipinin yaranmasından başladı 100 min il bundan əvvələ qədər. Orta paleolit 100 min il bundan əvvəl başladı, eramızdan 35 min il əvvələ qədər. Üst paleolit eradan əvvəl 35-ci minillikdən eramızdan əvvəl 12-ci minilliyə qədər davam etdi. Tunç dövrü də 3 dövrə ayrıldı. Erkən, orta, son tunç. Erkən tunç dövrü eradan əvvəl 4-cü minilliyin ikinci yarısından eradan əvvəl 3-cü minilliyin sonlarına qədər. Orta tunç 3-cü minilliyin sonundan 2-ci minilliyin ortasına qədər. Son tunç dövrü isə eradan əvvəl 14-cü əsrdən 7-ci əsrə qədər. Dəmir dövründə isə qeyd etdik ki, yalnız erkən dəmir dövrünü öyrənirik. Eradan əvvəl 2-ci minilliyin axırlarından eradan əvvəl 1-ci minilliyin əvvəllərinə qədər. Son tunç və erkən dəmir dövründə qeyd etdik ki, bərabər öyrənəcək. İbtidai icma quruluşun dövrlərini və əhatə etdikləri minillikləri yadda saxlayırsınız. İndi isə paleolit dövründə baş verən hadisələrə baxaq. Qeyd etdik ki, paleolit dövrü 3 dövrə ayrıldı. Alt paleolit, orta paleolit və üst paleolit dövrü. Qeyd etdik ki, alt paleolit dövrü ilk insan tipinin yaranmasından başladı, 100 min il bundan əvvələ qədər davam etmişdir. Orta paleolit dövrü 100 min il bundan əvvəl başladı, eramızdan 35 min il əvvələ qədər. Üst paleolit dövrü eradan əvvəl 35-ci minillikdən eradan əvvəl 12-ci minilliyə qədər davam etmişdir. İndi cənab paleolit dövründə baş verən hadisələrə baxaq. Yadda saxlayırsınız. Alt paleolit dövrünü quruçay mədəniyyəti adlandırırlar. Niyə quruçay mədəniyyəti adlandırırlar? Çünki alt paleolit dövrü Azərbaycanda Xocavənd rayonunun ərazisində Quruçay vadisində yerləşən Azıq mağarasının əsasında öyrənilmişdir. Və bu vadinin Quruçay vadisində yerləşdiyi üçün bu mağara bu vadinin adı ilə əlaqədar olaraq alt paleolit dövrünü Quruçay mədəniyyəti adlandırılır. Azıq mağarası haqqında da ətraflı məlumat verəcəm, hansı tapıntılar tapılıbdır. Sonra alt paleolit dövründə ilk insan tipi yarandı. Bu insanı adlandırırlar bacarıqlı insan. Sonra alt paleolit dövründə ilk insan kollektivi yarandı. Yəni ulu icma. Sonra alt paleolit dövründə ilk əmək alətləri yarandı. Alt paleolit dövründə deyə bilərik, insan ilk dəfə odla tanış oldu. Yəni təbii od. Sonra alt paleolit dövründə deyə bilərik, mənimsəmə təsərrüfatı yarandı. Baxaq. Dedik ki, ilk insan tipi bacarıqlı insan yarandı. Yəni bu insan hələ ki ilkin bacarıqlara sahibidir. Yəni daşdan əmək alətləri düzəldirdi, təbii şəkildə təbiətdəki oddan istifadə edirdi. Sonra bu insanlar sürü şəklində cəmləşdilər ki, buna deyirik ulu icma. Yəni ulu icma insan sürüsü deməkdir. Ulu icma körtəbii şəkildə yaranıbdır. Məsələn, hər hansı bir təbiət hadisəsi baş verirdi, heyvan təhlükəsi baş verirdi, insanlar körtəbii şəkildə, sürü şəklində cəmləşirdilər. Və buna deyilir ulu icma. Və körtəbii toplanış olduğu üçün daimi deyildi. Daimi deyildi. Tez-tez dağılırdı və yenidən yaranırdı. Bəs ulu icma paleolitin hansı dövrlərini əhatə edir, ona baxaq. Ulu icma alt paleolit dövründə dedik ki, yarandı. Orta paleolit dövründə də ulu icma mövcuddur. Ancaq yadda saxlayırsınız, üst paleolit dövründə ulu icma yoxdur.
Artıq üst paleolit dövründə ulu icma öz yerini verir qəbilə icmasına. İzah edəcəm qəbilə icmasına. Deməli, ulu icma nə idi? İnsan sürüsü körtəbli şəkildə yaranır, daimi deyildi, tez-tez dağılırdı. Alt və orta paleoliti əhatə edir, ancaq üst paleolit dövrünü əhatə etmir. Sonra ilk əmək alətləri. İlk əmək alətlərini insan hazırlayırdı daşdan, sonra ağacdan, sümükdən. İlk əmək alətlərinə də misal göstərə bilərik. Məsələn, sivri daşdır, yerqazan çubuqdur, dəyənəkdir. Bunları misal göstərə bilərik. Dedik ki, ilk insan oddan istifadə etdi, təbii oddan. Məsələn, təbiət hadisəsi baş verdi, tutaq ki, şimşək çaxdı, insan oradan od əldə etdi. İndi diqqətimiz mənimsəmə təsərrüfatında olsun. Mənimsəmə təsərrüfatı nədir? Mənimsəmə təsərrüfatı insanın təbiətin hazır məhsullarından istifadə etməsidir. Hazır məhsullarından. Mənimsəmə təsərrüfatına daxildir yığıcılıq, bir də ovçuluq. Məsələn, yığıcılıq. Təbiətdə olan hazır gilə meyvələri yığır, insan qidalanır. Hazır. Ovçuluq. Təbiətdə olan hazır heyvanı ovlayır, insan qidalanır. Yəni, təbiətin hazır məhsullarından istifadə edir. Buna deyirik mənimsəmə təsərrüfatı. Yəni, istehlak təsərrüfatı. İstehlak yəni istifadə etmək deməkdir. İstehlak. Növbəti dövrlərdə artıq qeyd edəcəyik, istehsal təsərrüfatı yaranır. İstehsal təsərrüfatı da nəsə hazırlamaq deməkdir. Mənimsəmə təsərrüfatında nəsə hazırlamır, hazır şəkildə istifadə edir. Deməli, yarandı mənimsəmə təsərrüfatı alt paleolit dövründə. Alt paleolit dövrü haqqında bunları yadda saxlasanız yetər. Bir də nəzərdən keçirək, quruçay mədəniyyəti adlandı, ilk insan tipi bacarıqlı insan yarandı, ilk insan kollektivi ulu icma yarandı, ilk əmək alətləri yarandı, ilk dəfə insan odla tanış oldu və mənimsəmə təsərrüfatı yarandı. İndi keçək orta paleolit dövrünə. Deməli, orta paleolit dövründə yeni insan tipi yaranır. Yəni, Neandertal insan. Neandertal Almaniyada yer addır. Neandertal Almaniyada yer addır. Yəni, orta paleolit dövrünə aid bu Neandertal adlı yerdən orta paleolit dövrünə aid ibtidai insanın kəllə sümüyü tapılmışdır. Ona görə də alimlər bu dövrdə yaranan yeni insan tipini Neandertal insan adlandırıbdılar. Sonra orta paleolit dövrünü Mustiye mədəniyyəti adlandırırlar. Mustiye'də Fransada yer alır. Yəni Fransada Mustiye adlı yerdən tapılan tapıntılar əsasında orta paleolit dövrü öyrənilibdir. Buna görə də orta paleolit dövrünü Mustiye mədəniyyəti adlandırırlar. Orta paleolit dövründə süni od yaranır. Yəni insan artıq süni şəkildə özü odu əldə edir. Alt paleolitdə dedik ki, təbii od yarandı. Orta paleolitdə süni od. Yəni insan çaxmaq daşını bir-birinə vurdu və süni şəkildə od əldə etdi. Sonra baxaq orta paleolit dövrünün dini təsəvvürlərinə. Burada dini təsəvvürləri insanlar təbiət qüvvələrindən əlaqələndirirdilər. Məsələn, təbiətdə şimşək çaxdı, düşünürdülər ki, təbiət qəzəbləndi. Yəni təbiətə ilahi bir qüvvə kimi baxırdılar. Dini təsəvvürlərini təbiət qüvvələrindən əlaqələndirirdilər. Və orta paleolit dövründə axirət dünyasına inam yaranır. Demək, təbiətlə bağlı dini təsəvvürlər yaranır və axirət dünyasına inam yaranır. Orta paleolit dövrü haqqında onları yadda saxlasanız yetər. Deməli, orta paleolit dövründə Neandertal insan yarandı. Orta paleolit dövrünü Mustiye mədəniyyəti adlandırdıq. Orta paleolit dövründə süni od yarandı. Təbiətlə bağlı dini təsəvvürlər yarandı və axirət dünyasına inam yarandı. İndi baxaq üst paleolit dövrünə. Dedik ki, üst paleolit dövrü eradan əvvəl 35-ci, 12-ci minillikləri əhatə edir. Üst paleolit dövründə yaranır ağıllı insan tipi. Buna deyirik Homo sapiens. Homo sapiens ağıllı insan tipi. Artıq ağıllı insan bacarıqlı və Neandertal insandan fərqli olaraq daha yüksək bacarıqlara sahibidir. Məsələn, balıq ovlamağı bacarırdı, çayın bir sahindən digər sahilinə keçmək üçün sallar hazırlayırdı. Artıq onun ağlı təfəkkürü daha yüksək inkişaf etmişdir. Sonra, üst paleolit dövründə deyə bilərik, qəbilə icması yaranır. Alt və ortada dedik ki, ulu icma yarandı. Üst paleolit dövründə artıq ulu icma öz yerini qəbilə icmasına verdi.
Qəbilə icması nə idi? Qəbilə icması qan qohumu olan insanların birliyi idi. Ulu icmada dedik ki, körtəbii toplanış idi. Təhlükə baş verəndə toplanırdı, təhlükə bitəndən sonra dağılırdı. Amma qəbilə icması artıq şuurlu bir toplanış idi. Yəni artıq burada qan qohumu olan insanların birliyi vardı. Və burada insanlar əsasən ana xətti əsasında birləşirdilər. Ana xətti. Və qəbilənin həyatında ananın rolu daha önəmlidir. Məsələn, ana uşağını saxlayırdı, gilə meyvə toplayırdı, odu qoruyurdu. Və qəbilənin həyatında qadının rolu, ananın rolu böyük olduğu üçün bu dövrə deyəcəyik ana xaqanlığı. Deməli, ana xaqanlığı nə oldu? Ananın rolunun böyük olmasıdır. Ana xaqanlığına da deyirik matriarxat. Ana xaqanlığı və yaxud matriarxat. Ananın rolu böyük olduğu üçün bu dövrə deyirik ana xaqanlığı və yaxud matriarxat. Bir qeydi də deyim yadda saxlayırsınız. Deməli, qəbilə icması dedik ki, üst paleolit dövründə yarandı və mezolit dövründə qəbilə icması davam edir. Neolit dövründə də qəbilə icması davam edir. Eneolit dövründə də qəbilə icması davam edir. Ta ki, erkən Tunc dövrünə qədər. Artıq erkən Tunc dövründə, bu dövrlərdə qəbilənin həyatında ananın rolu böyükdür, ana xaqanlığı. Amma erkən Tunc dövründə artıq ana öz yerini, öz rolunu ataya verir. Onda deyəcək ki, ana xaqanlığı ata xaqanlığı ilə əvəz olunur. Yəni matriarxat patriarxat ilə əvəz olunur. Deməli, yadda saxlayırsınız, bir də deyirəm, üst paleolit, mezolit, neolit, eneolit dövrlərində ana xaqanlığı davam edir. Yəni insanların həyatında ananın rolu böyük idi, ana xaqanlığı matriarxat idi. Ancaq erkən Tunc dövründə ana xaqanlığı öz yerini ata xaqanlığına verir. Bunun da səbəbi nə idi? Ağır əmək şəraitinin yaranması idi. Artıq qeyd edəcəm, erkən Tunc dövründə xış əkinçiliyi yaranır, metal işləmə sənəti yaranır və ağır həyat şəraiti artıq ananın rolunun zəifləməsinə səbəb olur və atanın rolu önə keçir və ana xaqanlığı öz yerini ata xaqanlığına verir. Bunu da yadda saxlayırsınız. Sonra üst paleolit dövründə deyə bilərik ki, səsli nitq yaranır. Yəni insanlar artıq nitq vasitəsilə bir-birləri ilə ünsiyyət saxlayırlar. Sonra üst paleolit dövründə sadə incəsənət nümunələri yaranır. Yəni daşıyan sümüklərin üzərində işlənmiş sadə incəsənət nümunələri yaranır. Üst paleolit dövründə əlavə deyə bilərik, iqlim mülayimləşir. Artıq iqlimin mülayimləşməsi də bitki heyvanat aləmindəki dəyişikliklərə səbəb olur. Üst paleolit dövrü haqqında bunları yadda saxlayırsınız. Deməli, üst paleolit dövründə ağıllı insan yaranır, qəbilə icması yaranır, səsli nitq yaranır, sadə incəsənət nümunələri yaranır və iqlim mülayimləşir. Paleolit dövrü haqqında bunları yadda saxlasanız yetər. İndi isə paleolit dövrünün düşərgələrinə baxaq. Deməli, paleolit dövrü bu düşərgələrdə tapılan tapıntılar əsasında öyrənilmişdir. Xəritəyə nəzər salaq. Bu gördüyünüz inzibati rayon Qazax inzibati rayonudur. Qazax rayonunda Daşsalahlı və Damcılı mağaralarını qeyd edə bilərik. Sonra, bura Naxçıvan Muxtar Respublikasıdır. Burada Şərur rayonunda Qazma mağarasını qeyd edə bilərik. Bu gördüyünüz inzibati rayon Kəlbəcərdir. Kəlbəcərdə Zar mağarasını qeyd edə bilərik. Bu gördüyünüz inzibati rayon Xocavənddir. Xocavənddə Azıq mağarası və Tağlar mağaralarını qeyd edə bilərik. Bura Mingəçevir ərazisidir. Mingəçevirdə qeyd edə bilərik Qaraca düşərgəsi. Bu gördüyünüz inzibati rayon Lerikdir. Lerikdə Uzeyir mağarasını qeyd edə bilərik. Bir də nəzərdən keçirək. Deməli, paleolit dövrünün düşərgələri hansılar oldu? Qazax rayonunda Daşsalahlı və Damcılı mağaraları, Mingəçevirdə Qaraca düşərgəsi, Kəlbəcərdə Zar mağarası, Xocavənddə Azıq və Tağlar mağaraları, Naxçıvanda Şərur rayonunda Qazma mağarası,
və Leriç rayonunda Buzeyir mağarası. Bunlar oldu paleolit dövrünün düşərgələri. Xəritə üzərindən yadda saxlayırsınız. Deməli, xəritədə də qeyd etdik ki, Azıq mağarası Xocavənd rayonunun ərazisində yerləşir. Alt paleolit dövrü bu mağaradan tapılan tapıntılar əsasında öyrənilmişdir. Deməli, Azıq mağarası Xocavənd rayonunun ərazisində Füzuli şəhərindən şimal-qərbdə Quruçay vadisində yerləşir. Və qeyd etdik ki, bu vadinin də adı ilə əlaqədar alt paleolit dövrünü Quruçay mədəniyyəti adlandırırlar. Azıq mağarasını ilk dəfə 1960-cı ildə Məmməd Əli Hüseynov aşkar edilibdir. Və o 1968-ci ildə mağaradan bir çox tapıntılar tapmışdır. Baxalım indi tapılan tapıntılara. Məmməd Əli Hüseynov 1968-ci ildə Azıq mağarasından ibtidai insanın alt çənə sümüyünü tapır. Və alimlər bu insanı azıqantrop adlandırırlar. Yəni azıq adamı. Azıq adamı 350-400 min il bundan əvvəl yaşayıbdır. Azıq adamı. Sonra Azıq mağarasından 700 min il bundan əvvələ aid ocaq izləri tapılıbdır. Sonra Azıq mağarasından nəsli kəsilmiş heyvan sümükləri tapılıbdır. Sonra Azıq mağarasından ayı kəllələri tapılıbdır. Və bu ayı kəllələri üzərində cızılan işarələr ibtidai insanın, yəni bacarıqlı insanın ibtidai incəsənətlə məşğul olduğunu sübut edirdi. İbtidai incəsənət. Və bu ayı kəllələri üzərindəki cızıqlar ibtidai insanın ilkin dini təsəvvürlərə malik olduğunu göstərirdi. İbtidai incəsənəti və ilkin dini təsəvvürlərə malik olduğunu göstərirdi. Sonra Azıq mağarasından ilk əmək alətləri tapılıbdır. Və bu tapılan ilk əmək alətləri adi çay daşlarından hazırlanırdı. Adi çay daşları. Sonra artıq alt paleolit dövrünün sonlarında əmək alətlərini çaxmaq daşıdan, dəvəgözdə yəni vulkanik şüşədir. Çaxmaq daşı və dəvəgözdən hazırlanmağa başlanmışdılar. Deməli, Azıq mağarasından bu tapıntılar tapılıbdır. Alt çənə sümüyü, ocaq izləri, nəsli kəsilmiş vəhşi heyvan sümükləri, ayı kəllələri, əmək alətləri. Ayı kəllələri üzərindəki cızıqlarda ibtidai insanın ibtidai incəsənətlə məşğul olduğunu və ilkin dini təsəvvürlərə malik olduğunu göstərir. Və tapılan Azıq mağarasından tapılan ilk əmək alətləri də adi çay daşlarından hazırlanırdı. Azıq mağarası haqqında bunları yadda saxlasanız yetər. Paleolit dövrü bitdikdən sonra yeni bir dövr mezolit dövrü başlayır. Qeyd etdik ki, mezolit dövrü eradan əvvəl 12-ci minillikdən başlayıb eradan əvvəl 8-ci minilliyə qədər davam etmişdir. Mezolit dövründə ən önəmli kəşf, yadda saxlayırsınız, ox və kamanın kəşfi. Deməli, mezolit dövründə ox və kaman kəşf edilir. Bunun əhəmiyyəti nə idi? Artıq ov üsulu asanlaşır. Artıq insanlar heyvanları daha uzaq məsafələrdən ovlaya bilirlər və nəticədə qida ehtiyatı artır. Qida ehtiyatı artanda insanlar başlayırlar heyvanları əhilləşdirməyə. Yəni mezolit dövründə heyvanların əhilləşdirilməsinə başlanılır. Və ilk əhilləşdirilən heyvan da it olmuşdur. Və artıq insanlar heyvanları əhilləşdirdilər, çoxaltdılar. Və bununla da ibtidai maldarlığın əsası qoyulur. İbtidai maldarlıq. Və mezolit dövründə ibtidai əkinçiliyin əsası qoyulur. İbtidai əkinçilik necə yaranır? Qadınlar gilə meyvə toplayanda müşahidə edirlər ki, toxum torpağa düşür, cücərir. Və bundan sonra insanlar başlayır toxumu torpağa bastırmağa və bununla da ibtidai əkinçiliyin əsası qoyulur. Deməli, mezolit dövrünə ibtidai maldarlıq və ibtidai əkinçiliyin əsası qoyulur. Maldarlıq və əkinçiliyin əsasının qoyulması nəticəsində artıq insan başlayır istehsal etməyə, məhsul istehsal etməyə. Yəni, istehsal təsərrüfatına keçidin əsası qoyulur mezolit dövründə.
İstehsal təsərrüfatı nədir? Nəsə hazırlayır. Bundan əvvəlki təsərrüfat mənimsəmə təsərrüfatı demişdik. Təbiətin hazır məhsullarından istifadə edir. Ancaq istehsal təsərrüfatında insan özü, maldar, əkinçi özü nəsə hazırlayır. Deməli, mezolit dövründə istehsal təsərrüfatına keçidin əsası qoyulur. Ancaq istehsal təsərrüfatının yaranması desə, mezolit dövrü götürmürük. Mezolit dövründə istehsal təsərrüfatına keçidin əsası qoyulur. İstehsal təsərrüfatının yaranması desə, neolit dövrü götürəcək. Deməli, yaranma neolit, keçidin əsası qoyulur mezolit dövründə. Sonra, mezolit dövrü Qobustan və Qazaxda damcılı mağaralarının əsasında öyrənildi. Qobustan və Qazaxda damcılı mağaralarının əsasında öyrənildi. Sonra mezolit dövrü haqqında deyə bilərik. Mezolit dövrünün əmək alətlərinə baxaq. Mezolit dövründə əmək alətlərini daşdan hazırlayırdılar. Xüsusilə kiçik daşlardan hazırlayırdılar ki, belə əmək alətlərinə deyəcəyik. Mikrolit əmək alətləri. Deməli, mikrolit əmək alətləri yarandı mezolit dövründə. Sonra mezolit dövründə harpun yarandı. Harpun nədir? Harpun balıq ovlamaq üçün sümükdən hazırlanmış alətdir. Deməli, mezolit dövründə mikrolit əmək alətləri yarandı və mezolit dövründə harpun yarandı. Sonra mezolit dövrünün dini inancına baxaq. Mezolit dövründə axirət dünyasına inam artır. Mezolit dövründə dəfn zamanı ölülərin yanına məişət əşyaları qoyurlar. Hətta Qobustanda mezolit qəbirlərindən bütlər də aşkar olunurdu. Deməli, mezolit dövründə axirət dünyasına inam artır, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoyurlar. Mezolit dövrü haqqında bunları bilsək yetər. Bir də nəzərdən keçirək, ox və kamanın kəşfi, heyvanların əhliləşdirilməsinə başlanıldı, ibtidai maldarlıq və ibtidai əkinçiliyin əsası qoyuldu, istehsal təsərrüfatına keçidin əsası qoyuldu, istehsal təsərrüfatının yaranması desən neolit dövrü. Mezolit abidələri Qobustan və Qazaxda damcılı mağaralar oldu, mikrolit əmək alətləri yarandı, harpun yarandı, axirət dünyasına inam artdı, dəfn zamanı ölülərin yanına məişət əşyaları qoyuldu. Mezolit dövrü haqqında bunları yadda saxlasanız yetər. Artıq mezolit dövrü bitdikdən sonra yeni bir dövr neolit dövrü başlayır. Qeyd etdik ki, neolit dövrü eradan əvvəl 8-ci minillikdən başlayıb, eradan əvvəl 6-cı minilliyə qədər davam etmişdir. Neolit dövründə istehsal təsərrüfatı yaranır. İstehsal təsərrüfatına keçildi mezolit, istehsal təsərrüfatı yarandı neolit dövründə. Və istehsal təsərrüfatının yaranması ilə əhali oturaq həyata keçir. Sonra neolit dövründə əkinçilik inkişaf edir. Və əkinçilikdə torpağı daşdan düzəldilmiş toxa ilə şumlayırlar. Əkinçilik inkişaf edir neolit dövründə. Sonra neolit dövrünün əmək alətlərinə baxaq. Yenə daş dövrü olduğu üçün əmək alətləri daşdan hazırlanır. Sonra çaxmaq daşından, dəvəgözüdən əmək alətlərini hazırlayırdılar. Çaxmaq daşı dəvəgözüdən. Dəvəgözdə obsidian, vulkanik şüşə. Sonra neolit dövründə yeni təsərrüfat sahələri yarandı. Məsələn, misal göstərə bilərik duluzçuluq, sonra göndəri işləmə, duluzçuluqda insanlar yadda saxlayırsınız, saxsı qablar hazırlayırlar. Daş alətləri cilalamağı və deşməyi öyrənirlər. Deməli, saxsı qablar hazırlayırlar, daş alətləri cilalamağı və deşməyi öyrənirlər neolit dövründə. Sonra, neolit dövründə toxuculuq inkişaf edir. Və toxuculuqda iğdən istifadə olunur. İğdə sümükdən düzəldilmiş alətdir. Toxuculuqda istifadə olunur. Deməli, neolit dövründə baş verən hadisələr bunlardır. Yadda saxlayırsınız. İstehsal təsərrüfatının yaranması ilə əhali oturaq həyata keçir. Əkinçilik inkişaf edir və bu dövrdə torpağı toxa ilə şumlayırlar. Əmək alətləri xüsusilə daşdan hazırlanırdı. Çaxmaq daşı və dəvəgözdən hazırlanırdı. Yeni sahələr yarandı. Duluzçuluq və göndəri işləmə.
Sonra toxuculuq inkişaf etdi və toxuculuqda iydən istifadə olunurdu. Neolit dövrü haqqında bunları yadda saxlasanız yetər. İndi isə Neolit dövrünün düşərgələrinə baxaq. Xərtiyə nəzər salaq. Deməli, bu gördüyünüz inzibati rayon Tovuz rayonudur. Tovuz rayonunda deyə bilərik Göytəpə yaşayış məntəqəsini. Bu gördüyünüz inzibati rayon Ağcabədi rayonudur. Ağcabəddə Kamiltəpə yaşayış məntəqəsini qeyd edə bilərik. Bura Qobustan rayonudur. Sonra Naxçıvanı deyə bilərik. Bir də indi xəritədə düşməyibdir. Şərti olaraq burada qeyd edirəm. Təbrizi qeyd edə bilərik. Deməli, bunlar oldu Neolit dövrünün düşərgələri. Yəni, Neolit dövrü bu düşərgələrdən tapılan tapıntılar əsasında öyrənilibdir. Neolit dövrü bitdikdən sonra yeni bir dövr Eneolit dövrü başlayır. Qeyd etdik ki, Eneolit dövrü eradan əvvəl 6-cı minillikdən başlayıb, eradan əvvəl 4-cü minilliyə qədər davam etmişdir. Eneolit dövrünü Misdaş dövrü adlandırdıq. Eneolit dövründə insanlar ilk dəfə metalla tanış oldu. Və insanların ilk tanış olduğu metal mis idi. Ancaq mis təsərrüfatda geniş yayılmır. Niyə? Çünki mis yumuşaq idi. Tez sıradan çıxırdı. Və ona görə təsərrüfatda geniş yayılmadı. Yenə də təsərrüfatda daş alətləri üstünlük təşkil edirdi. Mis geniş yayılmadı. İnsanların ilk tanış olduğu metal hansı oldu? Mis. Ancaq təsərrüfatda geniş yayılmadı. Sonra Eneolit dövründə əhalinin əsas məşğuliyyətinə baxaq. Əhalinin əsas məşğuliyyəti nə idi? Əkinçilik və maldarlıq. Və bu dövrdə torpağı toxa ilə şumladıqlarına görə bu dövr əkinçiliyinə deyirik toxa əkinçiliyi dövrü. Yəni Eneolit dövrünə toxa əkinçiliyi dövrü deyilir. Maldarlığa baxaq. Maldarlıqda əsasən qaramal və davar bəsləyirdilər. Və yadda saxlayın, Eneolit dövründə bütün ev heyvanlarının əhilləşdirilməsi başa çatır. Deməli, Eneolit dövründə bütün ev heyvanlarının əhilləşdirilməsi başa çatır. Sonra nə deyə bilərik? Eneolit dövründə evlər çay kənarında tikilirdi. Niyə çay kənarında tikilirdi? Çünki çay kənarları əkinçilik və maldarlıq üçün əlverişlidir. Və evlər dairə formada tikilirdi. Evlər çiy kərpizdən tikilirdi və möhrədən tikilirdi. Deməli, çay kənarında dairə formada çiy kərpiz və möhrədən tikilirdi. Eneolit dövrü. Sonra Eneolit dövründə yenə də insanların həyatında qadının rolu mühüm idi. Qadın müqəddəs varlıq hesab olunurdu. Deməli, Eneolit dövründə qadın müqəddəs varlıq hesab olunurdu. Sonra Eneolit dövründə ofsun mərasimləri yaranır. Yəni, sehr mərasimləri Eneolit dövründə. Bu ofsun mərasimləri Qobustan qayaüstü rəsmlərində öz əksini tapmışdı. Sonra ayrı nə deyə bilərik? Eneolit dövründə dəfn mərasimlərinə baxaq. Eneolit dövründə ölülər yaşayış məntəqələrində dəfn olunurdu. Evlərin içində dəfn olunurdu. Və onların üzərinə qan rəmzi sayılan qırmızı boya çəkirdilər. Yəni, oxra səpirdilər. Deməli, Eneolit dövründə ölülər yaşayış məntəqəsində, evlərin içərisində dəfn olunurdu və onların üzərinə qırmızı boya, yəni oxra səpirdilər. Eneolit dövrü haqqında bunları yadda saxlasanız yetər. Bir də nəzərdən keçirək, ilk metal, yəni mislə tanış oldular. Əsas məşğuliyyət əkinçilik maldarlıq oldu və bu dövr əkinçiliyinə toxa əkinçiliyi dövrü adlanır. Maldarlıqda qaramal davar saxladılar. Bütün ev heyvanlarının əhilləşdirilməsi başa çatdı. Evlər çay kənarında dairə formada çiy kərpiz və möhrədən tikildi.
Eneolit dövründə qadın müqəddəs varlıq hesab olunurdu. Eneolit dövründə ofsun mərasimləri, sehr mərasimləri həyata keçirilirdi və Qobustan qayası rəsmlərində bu öz əksini tapmışdır. Sonra Eneolit dövründə dəfn necə idi? Ölüləri yaşayış məntəqəsində, evlərin içərisində dəfn edirdilər və onların üzərinə qan, yəni həyat rəmzi olaraq qırmızı boya çəkir, yaxud oxra səpirdilər. Eneolit dövrü haqqında bunları yadda saxlasanız yetər. Artıq Eneolit dövrü bitdikdən sonra daş dövrü sona yetir və bundan sonra yeni bir dövr Tunc dövrü başlayır. Eneolit dövründə qeyd etdik ki, mis yumşaq idi, tez sıradan çıxırdı və insanlar misin tərkibinə müxtəlif metallar qatdılar və daha möhkəm bir metal tuncu əldə etdilər. Və bu dövrdə də əmək alətləri tuncdan hazırlandığına görə bu dövrə deyəcəyik Tunc dövrü. İndi baxaq. Deməli, Tunc dövrü 3 dövrə ayrıldı. Erkən Tunc dövrü, Orta Tunc dövrü, Son Tunc dövrü. Erkən Tunc dövrü qeyd etdik ki, eradan əvvəl 4-cü minilliyin ikinci yarısından başlayıb, eradan əvvəl 3-cü minilliyin sonlarına qədər davam etmişdir. Orta Tunc dövrü eradan əvvəl 3-cü minilliyin sonlarından başlayıb, eradan əvvəl 2-ci minilliyin ortalarına qədər davam etmişdir. Son Tunc dövrü isə eradan əvvəl 14-cü əsrdən başlayıb, eradan əvvəl 7-ci əsrə qədər davam etmişdir. Son Tunc dövründən sonra bir dənə də Erkən Dəmir dövrü qeyd edəcək. Erkən Dəmir dövrü də eradan əvvəl 2-ci minilliyin sonlarından başlayıb, eradan əvvəl 1-ci minilliyin əvvəllərinə qədər davam etmişdir. Son Tunc və Erkən Dəmir dövrünü birgə öyrənəcək. İndi baxaq. Erkən Tunc dövründə hansı hadisələr baş verdi? Yadda saxlayırsınız. Erkən Tunc dövrünü Kür-Araz mədəniyyəti adlandırırlar. Nə mədəniyyəti? Kür-Araz mədəniyyəti. Sonra yadda saxlayırsınız. Erkən Tunc dövründə ən önəmli hadisələrdən biri birinci ictimai əmək bölgüsü yaranır. Yəni, əkinçilik maldarlıqdan ayrılır. Əkinçilik maldarlıqdan ayrılır. Birinci ictimai əmək bölgüsü yaranır. Sonra Erkən Tunc dövründə xış əkinçiliyi yaranır. Artıq xışın yaranması ilə əkinçilik üsulu asanlaşır. İnsanlar daha geniş ərazilər şumlayırlar və nəticədə məhsuldarlıq artır. Deməli, xış əkinçiliyinin yaranması ilə artıq məhsuldarlıq artır. Sonra Erkən Tunc dövründə deyə bilərik, köçmə yaylaq qışlaq maldarlığı yaranır. Sonra köçmə yaylaq qışlaq maldarlığı nə idi? Yəni yay aylarında heyvanı dağlıq ərazilərə aparardılar, malqaranı. Qış aylarında isə düzən ərazilərə endirirdilər və belə maldarlıq köçmə yaylaq qışlaq maldarlığı adlanır və yarandı hansı dövrdə? Erkən Tunc dövründə. Sonra Erkən Tunc dövründə deyə bilərik, metal işləmə sənəti yaranır. Və görürsünüz ki, burada yaranan, məsələn, xış əkinçisi, metal işləmə sənəti kişinin rolu öndə gedirdi. Yəni, kişi əməyinə tələbat artıq Erkən Tunc dövründə artdı. Və kişi əməyi ön plana keçməsinin nəticəsində artıq Erkən Tunc dövründə ata xaqanlığı yarandı. Erkən Tunc dövrünə qədər ana xaqanlığı qeyd etmişdik. Dedik ki, insanların həyatında ananın rolu, qadının rolu mühüm idi, ana xaqanlığı idi. Artıq Erkən Tunc dövründə ağır əmək şəraiti ananın rolunun zəifləməsinə gətirib çıxartdı, atanın rolu artdı və ana xaqanlığı öz yerini ata xaqanlığına, yəni matriarxat öz yerini patriarxata verdi. Deməli, Erkən Tunc dövründə ata xaqanlığı yarandı. Sonra Erkən Tunc dövründə sosial bərabərsizlik yarandı. Sosial bərabərsizlik nədir? Əhalinin bir qrupu varlanır, digər qrupu isə kasıb olaraq qalır. Əhali arasında bu qeyri-bərabərlik sosial bərabərsizlik adlanır. Erkən Tunc dövründə yarandı. Sonra Erkən Tunc dövründə tayfa yarandı. Qohum qəbilələr birləşdi, tayfa yarandı. Və tayfanı da idarə edirdi ağsaqqallar. Sonra deyə bilərik, Erkən Tunc dövrünün
Deməli, dəfn mərasimlərinə baxaq. Yadda saxlayırsınız. Erkən Tunc dövründə ölü yandırma və kollektiv dəfn etmə adətləri yaranır. Erkən Tunc dövründə artıq ölülər yaşayış məntəqələrindən kənarda dəfn olunur. Deməli, eneolit dövründə dedik ki, ölülər yaşayış məntəqələrinin içində dəfn olunur. Erkən Tunc dövründə ölülər yaşayış məntəqələrindən kənarda dəfn olunur. Sonra, erkən Tunc dövründə qəbirlərin üzərində kurqanlar qurulur. Kurqanlar. Sonra nə deyə bilərik? Erkən Tunc dövründə ibadət evləri yaranır. İbadət evləri. Deməli, erkən Tunc dövründə dini ayinlərin icrası üçün ibadət evləri yaranır. Erkən Tunc dövrü haqqında bunları yadda saxlasanız yetər. Bir də nəzərdən keçirək, Kür Araz mədəniyyəti adlanır. Birinci istimaməç bölgüsü yarandı. Əkinçilik maldarlıqdan ayrıldı. Xış əkinçiliyi yarandı. Köçmə yayla qışlaq maldarlığı yarandı. Metal işləmə sənəti yarandı. Ana xaqanlığı öz yerinə ata xaqanlığına verdi. Sosial bərabərsizlik tayfa yarandı. Dəfn işlərinə baxaq. Ölü yandırma və kollektiv dəfn etmə adətləri meydana gəldi. Artıq ölülər yaşayış məntəqələrindən kənarda dəfn olundu və qəbirlərin üzərində kurqanlar quruldu. Erkən Tunc dövründə ibadət evləri yarandı. Erkən Tunc dövrünün ibadət evlərinə baxaq. Deməli, yadda saxlayırsınız. Bura Naxçıvan Muxtar Respublikasının ərazisi oldu. Birinci Kültəpə ibadət evi. Sonra bura Qazax rayonu. Qazax rayonunda Baba Dərviş. Bu inzibati rayon Xaçmaz inzibati rayonudur. Xaçmaz rayonunda Sərkərtəpə. Bunlar oldu erkən Tunc dövrünün ibadət evləri. Bir də nəzərdən keçirək. Deməli, Naxçıvanda birinci Kültəpə, Qazax rayonunda Baba Dərviş, Xaçmaz rayonunda Sərkərtəpə ibadət evi. Erkən Tunc dövrünün ibadət evləridir. Bunları xəritə üzərindən yadda saxlayırsınız. İndi keçək Orta Tunc dövrünə. Erkən Tunc dövründə dedik ki, birinci istimaməç bölgüsü yarandı, əkinçilik maldarlıqdan ayrıldı. Artıq Orta Tunc dövründə ikinci istimaməç bölgüsü yaranır. Yəni, sənətkarlıq müstəqil sahəyə çevrilir. İkinci istimaməç bölgüsü. Sonra deyə bilərik, erkən Tunc dövründə boyalı qablar mədəniyyəti yaranır. Sonra Orta Tunc dövründə yeni təsərrüfat sahələri yaranır. Məsələn, misal göstərə bilərik, bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq Orta Tunc dövründə yaranır. Sonra, erkən Tunc dövründə dedik ki, tayfa yarandı. Orta Tunc dövründə deyəcək ki, tayfa ittifaqı yarandı. Tayfa ittifaqları yarandı. Tayfa ittifaqını yaradan zərurət nə idi? Artıq tayfalar hərbi gücə malik idi. Güclü tayfa zəif tayfanın torpağını, var dövlətini ələ keçirirdi. Və zəif tayfa da işğaldan qorunmaq üçün güclü tayfaların himayəsinə sığınırdı və bu da tayfa ittifaqlarının yaranmasına gətirib çıxartdı. Sonra, Orta Tunc dövründə ticarət yaranır. Artıq dedik ki, sənətkarlıq müstəqil sahəyə çevrildi. Sənətkar və əkinçilər öz aralarında məhsul mübadiləsi etdilər və bu da ticarətin yaranmasına gətirib çıxartdı. Artıq ticarətin yaranması Orta Tunc dövründə ilkin şəhər mərkəzlərinin yaranmasına səbəb oldu. Yəni, ticarət yollarının üzərində ilkin şəhər mərkəzləri yarandı. Orta Tunc dövrü haqqında bunları yadda saxlasanız yetər. Deməli, ikinci istimaməç bölgüsü yarandı. Sənətkarlıq müstəqil sahəyə çevrildi. Boyalı qablar mədəniyyəti yarandı. Bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq yarandı. Tayfa ittifaqları yarandı. Ticarət yarandı və ticarət yollarının üzərində ilkin şəhər mərkəzləri yarandı. Orta Tunc dövrünün ilkin şəhər mərkəzlərinə baxaq. Deməli, yadda saxlayırsınız. Naxçıvan ərazisində deyə bilərik Oğlanqala və ikinci Kültəpə. Sonra Qarabağ ərazisində Üzərliş təpə və Nərgiz təpə.
İndi xəritədə düşməyibdir. Şərti olaraq burada qeyd edirəm. Yəni cənubda Urmiya ərazisində Göytəpəni qeyd edə bilərik. Bunlar oldu Orta Tunc dövrünün ilkin şəhər mərkəzləri. Bir də nəzərdən keçirək. Qarabağda Üzərliktəpə, Nərgiztəpə, Naxçıvanda Oğlanqala, 2-ci Gültəpə, Urmiyada isə Göytəpə. Bunları da xəritə üzərindən yadda saxlayırsınız. İndi baxaq Son Tunc dövrünə. Son Tunc və Erkən Dəmir dövrünü birgə öyrənəcək. Son Tunc Erkən Dəmir dövründə artıq insan yeni bir metalla, yəni dəmirlə tanış olur. Artıq dəmir tunca nisbətən çox möhkəm bir metal idi. Artıq başladılar əmək alətlərini, silahlarını dəmirdən hazırlamağa. Və eradan əvvəl 7-ci əsrdən başlayaraq dəmirdən geniş istifadə olunur. Sonra Son Tunc dövründə 3-cü istimamət bölgüsü yaranır. Bu nə idi? Sənətkar tacir qrupları sənətkarlardan ayrılır. Deməli, sənətkar tacir qrupları sənətkarlardan ayrılır və 3-cü ictimai əmək bölgüsü yaranır. Sonra Son Tunc dövründə deyə bilərik ki, ayaqla hərəkətə gətirilən duluz çarxı yaranır. Ayaqla hərəkətə gətirilən duluz çarxı. Sonra Son Tunc Erkən Dəmir dövründə atdan minik və qoşqu vasitəsi kimi istifadə olunur. Sonra Son Tunc Erkən Dəmir dövründə ata sitayiş yaranır. Sonra deyə bilərik tayfa başçılarına sitayiş yaranır. Artıq güc dedik ki, tayfa başçılarının əlində cəmləşdi və buna görə də tayfa başçılarına sitayiş yaranır. Və onları əbədiləşdirmək üçün qəbirlərinin üzərində kurqanlar qururlar. Sonra Orta Tunc dövründə dedik ki, ticarət yarandı. Son Tunc dövründə isə ticarət inkişaf edir. Və Azərbaycan yaxın şərqin, ön Asiyanın bir çox ölkələri ilə ticarət əlaqələri qurur. Və bunlardan xüsusilə bu dövlətlərdən Aşur dövlətini qeyd edə bilərik. Azərbaycan deməli Aşur dövləti ilə ticarət əlaqələri qurur. Və bu ticarət əlaqələrini sübut edən amillərə baxaq. Azərbaycanda tapılan şirli gilqablar, sonra silahlar, bəzək əşyaları. Yəni bunlar Assur istehsalı tapıntılarıdır. Bu tapıntılar və eyni zamanda qeyd edə bilərik, Xocalda tapılan üzərində mixi xətlə Aşur hökmdarı Adad Nerari adı yazılan muncuq, bu iki tapıntılar Azərbaycanın Aşur dövləti ilə ticarət əlaqələrini sübut edir. Deməli, Azərbaycanda tapılan Assur istehsalı olan şirli gilqablar, silahlar, bəzək əşyaları, bir də Xocaldan tapılan üzərində mixi xətlə Aşur hökmdarı Adad Nerari adı yazılan muncuq Azərbaycanın Aşur ilə ticarət əlaqələrini sübut edir. Deməli, Son Tunc dövründə ən son nəyi deyirik? Artıq Son Tunc dövründə ibtidai icma quruluşu dağılır. Bunun da dağılmasının səbəbi nədir? Deməli, baxırsınız bura, bayaq Erkən Tunc dövründə dedik ki, sosial bərabərsizlik yarandı. Orta Tunc dövründə sosial bərabərsizlik artır, qeyd etdik ki, tayfa ittifaqları yarandı. Bir də deyirəm, Orta Tunc dövründə sosial bərabərsizlik artır, tayfa ittifaqları yaranır və nəhayət bu sosial bərabərsizlik Son Tunc dövründə ibtidai icma quruluşunun dağılmasına gətirib çıxarır. Artıq Son Tunc dövründə ibtidai icma quruluşu dağılır və yadda saxlayırsınız. Azərbaycanın şimalına nisbətən cənubunda ibtidai icma quruluşu daha tez dağılır. Bunun da səbəbi nə idi? Azərbaycanın cənub əraziləri yaxın şərqin mədəniyyət mərkəzləri ilə daha sıx əlaqəli idi. Və bu səbəbdən cənubda ibtidai icma quruluşu şimalına nisbətən daha tez dağılır. Deməli, Son Tunc dövrü haqqında, Erkən Dəmir dövrü haqqında bunları yadda saxlasanız yetər. Bir də nəzərdən keçirək. İnsan yeni bir metal dəmirdən tanış oldu. 3-cü istimamət bölgüsü yarandı. Sənətkar tacir qrupları sənətkarlardan ayrıldı. Deməli, 1-ci istimamət bölgüsü nə oldu? Əkinçilik maldarlıqdan ayrıldı. 2-ci istimamət bölgüsü nə oldu?
Sənətkarlıq müstəqil sahəyə çevrildi. Üçüncü istimaməç bölgüsü nə oldu? Sənətkar tacir qrupları sənətkarlardan ayrıldı. Sonra ayaqla hərəkətə gətirilən duluç çarxı yaranır. Atdan minik və qoşqu vasitəsi kimi istifadə olunur. Ata sitayiş yaranır. Tayfa başçılarına sitayiş yaranır. Ticarət inkişaf edir. Orta Tunc dövründə ticarət, ilkin şəhər mərkəzləri yaranır. Son Tunc dövründə ticarət inkişaf edir. Və Azərbaycanın ticarət qurduğu ölkələr, xüsusilə Aşur dövlətini qeyd etdik. Azərbaycanın Aşur ilə ticarət əlaqələrini hansı amillər sübut etdi? 2 amil qeyd etdik. Azərbaycanda tapılan Asur istehsal olan şirli cilqablar, bəzək əşyaları, silahlar, bir də Xocalıdan tapılan Adad Nerarinin adı yazılan muncuq. Bu iki tapıntılar Azərbaycanın Aşur dövləti ilə ticarət əlaqələrini sübut edir. Artıq dedik ki, son Tunc dövründə sosial bərabərsizliyin yaranması nəhayət ibtidai icma quruluşunun dağılmasına səbəb oldu. Yəni sosial bərabərsizlik yarandı erkən Tuncda. Artıq sosial bərabərsizlikdən dolayı ibtidai icma quruluşu dağıldı və şimalına nisbətən cənubunda ibtidai icma quruluşu daha tez dağıldı. Bunun da səbəbi nə oldu? Yaxın Şərqin mədəniyyət ocaqları ilə sıx əlaqəsinin olmasıdır. Deməli, ibtidai icma quruluşu haqqında deyəcəklərim bu qədər. Ümidvaram ki, dərslərimiz hər biriniz üçün faydalı olar. Kanalımıza abunə olmağı, videolarımızı bəyənib paylaşaraq bizə dəstək olmağı unutmayın. İnşallah növbəti videomuzda ibtidai icma quruluşuna aid test izahları yerləşdirəcəm. Bizi dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqda qalın.